Şəhərin mərkəzində aylıq icarə gəliri 0,5% olan obyekt almaq mümkündürmü? Bizə ən çox gələn suallardan biri budur. Hal-hazırki dövrdə Bakı mərkəzində obyektlərin icarə əmsalı daha çox 0,3 və 0,4% təşkil eləyir və bu əmsalla da obyektlər satılır. 0,5% əmsalla isə daha çox Bakının kənar yerlərində obyekt tapmaq mümkündür. Bunun da bir dezavantajları olur ki, icarəsi tapmaq sonra çətinləşir, obyektin satışı da bəzən aylar çəkir. Amma bu gün istisna olaraq Bakının mərkəzində 0,5% olmasa da o əmsala yaxın 2 obyektimiz satışa çıxıb. Obyektlər haqqında sizə məlumat verim. Birinci obyektimiz yerləşir Nizami küçəsində, birinci mərtəbədə yerləşir. Ümumi sahəsi 30 kvadrata yaxındır. Sənəd qeyri-yaşayışdır. Aylıq icarə gəliri isə 1700 manatdır. Qiymət 390 min manata təklif olunur. İkinci obyektimiz isə yerləşir İçəri şəhər metrosunun yaxınlığında, Şeyx Şamil küçəsində, yəni Təzəbəy hamamının olduğu küçədə. Birinci mərtəbədə yerləşir, 90 kvadrat sahəsi var. 3000 manat aylıq icarədədir. Qiyməti də 665 min manat təklif olunur. Bu iki obyekti icarə gəldi, həm də mərkəzdə yerləşdiyinə görə, lokasiyasına görə almağa dəyər. Çünki mərkəzdə olan obyektlər hər il 15-20% dəyər qazanır, icarə gəlirləri də qalxır. Ona görə bu obyektlərə birbaşa canlı baxmaq üçün mənimlə əlaqə saxlayın, görüşək, obyektləri sizə canlı təqdim edin.